Duan qəbul olunmursa üzülmə. Bismillahirrahmanirrahim. Əgər duanın qəbul olunması gecikərsə, buna görə üzülmə. Ola bilsin ki, sənin istədiyin şeydə sənin üçün xeyir yoxdur. Yaxud Uca Allah o istədiyin şeydən daha xeyirlisini bu dünyada sənin üçün hazırlamış və gecikdirilmişdir. Yaxud da bunun mükafatını axirətə saxlamışdır. Hansı ki, sənin axirətdə buna daha çox ehtiyacın olacaqdır. Həmçinin ola bilsin ki, bu dua vasitəsilə başına gələcək hər hansı bir musibət səndən soruşsun. Bu barədə Tirmizinin rivayet etdiyi hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Hər hansı bir müsəlman bir dua etdikdə günah və qohumluq əlaqəsini kəsmək istəmədiyi halda Allah ona bu üç şeydən birini verər. Ya duasını dərhal qəbul edər, ya axirəti üçün saxlayar, ya da ona gələcək bir musibəti dəf edər.